Bakı merindən belə bir təklif gəlib ki, leysan yağan zaman tunellərin girişinə məhdudiyyət qoyulsun. Bu barədə nə düşünürsünüz? Əgər məsələn tunellər su basırsa, tunellərin bir xəzeyni olmalıdır ki, təmizləməlidir oranı. Yazıb şoferlər nə etsin? Yaxşı tuneli bağladıq, hardan getməlidir? Əgər maşınlar vertolyotdur, samolyotdur, uçsunlar hamısı. Vallahi da bu tunelləri bağlamaq düzgündür. Əgər bunu bir xəzeyin olmalıdır ki, oranı təmizləsin, nasos qoysun, bir işıqlandırsın, bu şoferlər görsün. Hansı tunelin içine girsən qapqaranlıqdır. Kim baxır buna? Heç kim. Kimə lazımdır? Heç kim. Bizim məhəllədə də gələ qoyublar stolbaları, gecələr işıqlar yanmır. Hə, nə xeyri var onu qoymaq? Bu şofer yazıq nə eləsin? Qaranlıqda ya bir uşaq qaçır qabağından, ya bir adam qaçır, bir insan gedir qabağında. Görmür. Nə məhdudiyyət? Məhdudiyyət. Kanalizasiyalara təmir olunmalıdır. Kanalizasiyalar düzəlməlidir. Qədimi kanalizasiyalar hündür mərtəbəli evlər tikirlər, nebaskroblar tikirlər. Kanalizasiya diametri necə deyirlər? Ensiz, gücü çatmır. Yağış yağanda altdan yuxarı sığırır. Biz görmüşsə yuxarıdan aşağı sığırar. Bunların hamısı tədbir görülməlidir də. Bu yağış hər yerdə olur da. Başqa yerlərdə də yaşamışıq. Başqa yerlərə də getmişik. Bundan da bəlkə yağışlar olur. Taxsa belə bir balaca necə deyirlər, şəhər rəhbərliyi, şəhər rəhbərliyi fikirləşməlidir. Orada oturmaqla deyil. Gərək bir iş görəsən. Cəmaatı məcbur eləyəsən işləsin. Abadlaşdırmaq lazımdır. Bir 20-30 ildən sonra nə olacaq belə kanalizasiya olanda? Bütün şəhəri üfunət iyi basar. Mən çox mənfi düşünürəm. Məhdudiyyət qoyulanda onda şəhərdə xaos yaranır. Nəqliyyat xaosu olur. Onu necə məqsədlə onu beləncə fikirləşir ki? Su axar yerlərin hamısını təmir eləsin. Bütün dünyada beləncə olur. Belə yağışlar olur, belə tıxaclar da olur. Amma su basmayı mən görmüşəm. Mən İstanbulda görmüşəm. Bura qədər olur. Dizə qədər, dizdən aşağı biraz olabilir. Amma ki avtobuslar orada batsın belə şeylər görmür. Mütəxəssislər deməli belə zəif mütəxəssislərdə əldə gəzən, o işləyən mütəxəssislər. O layihələr işləyən mütəxəssislər. Məhdudiyyətə ehtiyac yoxdur. Orada toko kanalizasyon linaları düzəltsələr ondan daha yaxşı olardı. Yəni bunu əvvəldən tikəndə bilməliydilər ki, bu qurban Allahın işini bilmək olmaz. Yəni yağışı çox yağdırdı, az yağdırdı, onun məhəbbətə heç bir aidiyyəti yoxdur. Yəni vaxtında tədbirlər görmək lazımdır. Bağlamağa ehtiyac yoxdur. Orada bilirsiniz nə problem var. Orada yəqin ki bu sistem işləməli olmalıdır axı. Bu böyük obyektdir. Ola bilər xarabdır. Orada nasos, burada işte aşağıdan su hara gedəcək? Məsələn orada nasos sistem salmalıdır. Bu su hamısını dışarı harası da orada kanalizasiya sistemi su da vurmalıdır ora. Bu sistem, bu təzə sistem salmaq lazımdır, onda normal olacaq da. O icra hakimiyyəti də kim bunlara baxır, yəqin ki eləmirlər də. Bu hava olmayıb, indi bu problem yarattı.